Hər birinizi salamlayıram, qarşınızda Əli müəllimdir. Bu videoda sizlərə Azərbaycanın faydalı qazıntıları və iqtisadi rayonlarla bağlı belə bir test tapşırığına baxırıq. Qeyd edim ki, Azərbaycanın faydalı qazıntıları mövzusu demək olar ki, hər il Dövlət İmtahan Mərkəzinin qəbul imtahanına düşən test tapşırığı mövzularından biridir. Yəni bu mövzunu əgər abituriyentlər bilmirlərsə, məsləhət görərdim ki, yaxşı təkrarlasınlar. Deyir ki, iqtisadi rayonlarla təbii ehtiyatlar arasında uyğunluq gözlənilməmişdir deyir. Yəni bizdən səhv cavabı soruşur. Gəlin baxaq. Bir nömrəli iqtisadi rayon Şəki-Zaqatala iqtisadi rayonudur. Burada verilən şərti işarə polimetaldır. Bu doğru fikirdir. Bildiyimiz kimi Şəki-Zaqatala iqtisadi rayonları arasında Filiz çay, Katex çay, Kastaq, Mazım çay kimi polimetal yataqları var. Bu doğrudur. Bizdən yanlış cavab istəyir. 2 nömrəli iqtisadi rayon Qazax-Tovuz iqtisadi rayonudur. Qazax-Tovuz iqtisadi rayonları arasında verilən işarə deməli misin işarəsidir. Bəli, bu da doğru fikirdir. Bu iqtisadi rayonlar arasında Gədəbəydə mis yataqlar var. Hətta yatağın adı Qaradağ yatağıdır. 2 yanlışdır. Yəni bizdən yanlış cavab istədiyinə görə götürmürük. 2-ni götürmürük. Deməli 3 nömrəli iqtisadi rayon Gəncə Daşkəsəndir. Gəncə Daşkəsəndə verilib bizə alünit və dəmir filizin işarələri. Bu da doğru fikirdir. Deməli Daşkəsən rayonları arasında bildiyimiz kimi zəylik alünit yatağı var və dəmir filiz ehtiyatları da mövcuddur həm də. Dəmir filiz yataqlarını misal gətirmək olar Hamançay, Dəmiroğlu kimi yataqları. 3-ü götürmürük. 4 nömrəli iqtisadi rayon Dağlıq Şirvan iqtisadi rayonudur. Verilən işarə misdir. Bu yanlışdır, götürürük. Dağlıq Şirvanda mis ehtiyatı yoxdur. Mis Azərbaycanda Gədəbəy rayonları arasında yayılıb. 4 götürdük. 5 nömrəli iqtisadi rayon Şərqi Zəngəzurdur. Şərqi Zəngəzur iqtisadi rayonunda verilən işarələr polimetal və civədir. Bəli, bu da doğru fikirdir. Bildiyimiz kimi Şərqi Zəngəzur iqtisadi rayonunda Kəlbəcər rayonları arasında Mehmana polimetal yatağı mövcuddur. Həmçinin də Kəlbəcər və Laçında da civə yataqları var. Məsələn, bunlara ağ yataq, şorbulaq, Cilgəsə, Narzanlı kimi yataqlar misal göstərmək olar. 5-i də götürmürük. 6 nömrəli iqtisadi rayon Naxçıvandır. Naxçıvanda alünit verilib, yanlışdır. Alünit Azərbaycanda yalnız Daşkəsən rayonundadır. 6-nı götürürük, yanlışdır. 7 nömrəli iqtisadi rayon Lənkəran Astara iqtisadi rayonudur və burada qızıl verilib. Qeyd edeyim ki, Lənkəran Astarada qızıl ehtiyatı yoxdur. Deməli, yanlış cavab soruşduğuna görə 4, 6, 7. Doğru cavab C bəndi olacaq.